Sabirabad rayonunda 1962-ci il təvəllüdlü Vaqif kürəkəni Zaura xəsarət yetirib. Hadisə 13 avqust 2024-cü il saat 23 radələrində Vaqifin yaşadığı kənd evinin həyətində baş verib. Məlumata görə ailə məişət zəminində yaranan mübahisə zamanı o taxta parçası ilə Zaurun sinəsinə vurub. Vaqifə qarşı Cinayət Məcəlləsinin 128-ci qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham irəli sürülüb. Vaqif özünü təqsirli bilməyib, bildirib ki, qızı Elmiranı 2011-ci ildə Zaura ərə verib və onların 2 övladı var. Onun sözlərinə görə qızı illərdir həyat yoldaşının narkotik istifadə etdiyini, borcları olduğunu və ailədə problemlər yaratdığını deyib. Avqustun 9-da Elmira uşaqları ilə birlikdə ata evinə gəlib və boşanmaq istədiyini bildirib. Avqustun 13-də gecə Zaur qaynatasının evinə gəlib. Vaqif iddia edib ki, Zaur sərxoş olub, ailə üzvlərini təhqir edib, qızını aparacağını və ya hamını öldürəcəyini deyərək hədələyib. O kürəkənini həyətdən çıxarmağa çalışdığını, yalnız itələdiyini deyib. Zaurun valideynləri gəldikdən sonra isə vəziyyət sakitləşib. Zərər çəkmiş Zaur isə bildirib ki, söhbət etmək üçün gəlib, lakin qaynatası və ailə üzvləri ona hücum edib. Onun sözlərinə görə Vaqif əvvəlcə boğazından tutub, sonra isə taxta ilə vurub. Qaynanası üzünü cırmaqlayıb, həyat yoldaşı isə başına stol vurub. O da cavab olaraq qaynatasının göz nahiyəsinə bir dəfə yumruq vurduğunu deyib. Daha sonra tərəflər barışıblar. Sabirabad rayon məhkəməsi barışığı nəzərə alaraq Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verib və Vaqif cinayət məsuliyyətindən azad olunub.